Bugün təqdim edəcəyimiz bir ailənin faciəsi 2022-ci il noyabrın 11-də Maşdağanın Savalan yeni yaşayış massivində yağışlı bir gündə baş verib. Bu hadisədə günahkar ana, təqsirkar atadır. Təəssüf ki, iş bununla da bitmir. İşin içində ailənin kiçik oğlu da var. Hansı ki, kiçik oğul anasının atasına xəyanət etdiyini düşünür. Buna görə də telefonunun səs yazma funksiyasını aktivləşdirib onu anasının yataq otağına qoyur. Ortaya çıxan fakt isə dəhşət saçır. Anası keçmiş iş yoldaşı ilə telefonda intim söhbət edir. Oğul isə həmin səs yazısını Moskvada işləyən atasına göndərir. Başlayaq. Ata 1978-ci təvəllüdlü Cabir Seyidov 9 ay idi ki, Moskvada tikintidə işləyirdi. O deyir ki, hər gün həyat yoldaşı Sevil və uşaqları ilə WhatsApp vasitəsilə görüntülü əlaqə saxlayıb. Eyni zamanda o pul köçürmə sistemi vasitəsilə onlara pul da göndərib. Sitat. Təxminən son 2-3 ay ərzində arvadımın mənə qarşı münasibətinin soyuduğunu hiss elədim. Gah zənglərimə cavab vermirdi, gah da WhatsApp tətbiqi vasitəsilə danışarkən tez-tez görüntünü bağlayırdı. Noyabrın 10-da kiçik oğlum mənə görüntülü zəng elədi və anasının Elşən adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla danışdığını dedi. Bu danışığın necə göndərdiyini, təfərrüatlarını isə az sonra təqdim edəcəyik. Hələ isə Cabir deyir ki, hətta onların arasında olan səs yazılarını da mənə göndərdi. Oğluma heç nə eləməməsini tapşırdım və dedim ki, özüm evə qayıdıb məsələni aydınlaşdıracağam. Növbəti gün təyyarə ilə Bakıya gəldim. Yaşadığım qəsəbədə, kafedə yemək yedim və 200 qram araq içdim. Statın sonu. Bu zaman, ayın artıq 11-i, Cabirin böyük oğlu işdən çıxaraq evə gələndə kiçik qardaşının sürdüyü maşının kafenin qarşısında dayandığını görür. Öz maşınını saxlayır və kafeyə girir və görür ki, kafedə atası və kiçik qardaşı bir masada əyləşib. Onun atasının Bakıya gələcəyindən xəbəri olmur. Salam versə də atası onun salamını almır və onu danışdırmır. Kafedən çıxdıqdan sonra atası və qardaşı, kiçik qardaşı səssiz-səmirsiz onun maşınına otururlar və o maşını Nardaran qəsəbəsi istiqamətində sürür. Yolda atasından nə üçün gəldiyini soruşduqda, atası aqressiv şəkildə kəs səsi və maşını sür deyir. Qardaşı da qorxusundan ona heç nə demir. Axşam saat 9 radələrində məhəlləyə çatanda atası hər ikisinə qışqıraraq maşında oturmağı tapşırır və özü evə girir. Qardaşlar maşını saxlayaraq birlikdə telefonla oynamağa başlayırlar. Onlar telefonla oynadıqları zaman ataları evə daxil olur. Ata Cabir Seyidov deyir ki, saat 21 radələrində evə gələndə qapını açan arvadım Sevil məni görüb təəccübləndi. Stat. Əlindəki telefonu mənə verməsini tələb edəndə arvadım üzü hamam otağına tərəf qaçmağa başladı. Arxasınca qaçıb sağ əlimdən saçından tutdum, sol əlimdən üzünə yumruqla vurmağa başladım. Sonra isə zorla telefonu dartıb əlindən aldım. WhatsApp tətbiqinə baxanda həqiqətən də onun keçmiş iş yoldaşı Elşən adlı şəxslə yazışdığını və danışdığını gördüm. Qəzəblənərək aqressiv şəkildə Sevildən bu nə danışıqlardır deyə soruşdum. Aralarında yaxın münasibət olub-olmadığını soruşduqda isə yoldaşım bunu inkar edərək oğlumun ona şər atdığını dedi. Bıçaqla arvadımın arxasınca qonaq otağına girib ona zərbələr vurmağa başladım. Sevil müqavimət göstərərək pəncərədən həyətə tullandı. Bunu görüb dərhal həyətə çıxdım və qapıdan qaçmağa çalışan Sevili yaxaladım. Ona zərbələr vurmaqda davam elədim. Bu zərbələrdən sonra Sevil bir neçə addımda atıb yerə yıxıldı. Özümə gələndə isə evin yaxınlığında oturduğumu və üstümə yağış yağdığını xatırlayıram.
Saat 21:50-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Lakin telefonda Rus mobil operatoruna məxsus nömrə olduğundan zəng alınmadı. Bundan sonra həmin quruma öldürdüyüm arvadımın telefonu ilə zəng edərək adam öldürdüyümü bildirdim. Birazdan hadisə yerinə gələn polis əməkdaşlarına tabe oldum. Cabirin böyük oğlu onu da qeyd edir ki, onlar maşında təxminən 15 dəqiqə telefonla oynadıqdan sonra darvazalarının möhkəm çırpıldığını eşidir və bunu gördükdə maşından düşürlər. Bu zaman analarının yerə yıxıldığını görürlər. Anasının əynində tünd rəngli paltar olması, küçənin qaranlıq və havanın yağışlı olması səbəbindən o qeyd edir ki, anasının bədənindən qan axdığının fərqində olmayıblar. Atalara Cabir isə vurdum onu, öldürdüm deyə qışqırır. Hadisənin səbəbini o sonradan kiçik qardaşından öyrənir. Qardaşının dediyinə görə o analarının başqa bir şəxslə telefonla danışmasından şübhələnir. Analarının otağına öz telefonunu qoyaraq danışığın səsini yazır və həmin yazını atalarına göndərir. Elə buna görə də ataları ertəsi gün bilet alaraq Moskvadan Bakıya gəlir və bu hadisəni törədir. Mərhumun atası ifadəsində göstərir ki, 1984-cü il təvəllüdlü qızı Sevil 2000-ci ildə Cabir Seyidovla ailə həyatı qurub. Bu nikahdan 3 övladları dünyaya gəlib. 2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Sevil metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən şirkətdə aşpaz köməkçisi, 2021-ci ildə evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işləyib. Sevilin Cabirlə münasibəti bu illər ərzində atasının dediyinə görə heç də yaxşı olmayıb. Daim evlərində söz, söhbət yaranıbmış. Sitat: Qızım dəfələrlə acıq edib evimizə gəlib. Hətta 2022-ci ilin yanvar ayında, yəni hadisədən bir neçə ay əvvəl boşanma ilə bağlı Xəzər rayonunda yerləşən mediasiya şurasına müraciət etsək də Cabir üzrxahlıq edib və arvadı ilə yenidən barışıb. Həmin vaxt hadisəyə yaxın olan şahidlərdən biri Cabirin arvadını bıçaqladığını gördükdə xırıldayan qadını öz maşınının arxa oturacağını uzadaraq xəstəxanaya aparmağa çalışdığını deyir. Yaşayış massivindən çıxanda təcili tibbi yardım maşını ilə üzbəüz gəlir və yaralanan qadının öz maşınında olduğunu deyərək Sevili həkimlərə təhvil verir. Lakin həkimlər 13 bıçaq zərbəsi almış Sevilin həyatını xilas edə bilmir. Məhkəmə iclasında Cabir Seyidov ittiham üzrə özünü qismən təqsirli bilir. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Məhkəmə hesab edir ki, Cabir Seyidov əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsindən qəsdən adam öldürmə maddəsinə tövsif edilməlidir. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Cabir Seyidov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Salamat qalın.